Değerli dostlar, bu günləri bilirsiniz ki, Azərbaycanda ilin son iş günüdür və bu günləri Milli Məclisin plenar iclasında sosial şəbəkələrdə açıq-saçıq giyinənlər, yəni seksual xarakterli görüntülər və ən əsasındakı misal üçün də lüt bədən göstərişlər, əsasən də bu idman var, misal üçün bu idmançılarımız bütün günü lüt bədənlərini nümayiş etdirirlər. Cavan qızlar, açıq-saçıq geyimlər, bədənlərinin bəzi nahiyələrinin, döşlərinin görünməsi, baldırlarının və bunların ictimaiyyətdə əxlaqsızlıq kimi görünməsinə nəzərə alaraq yeni bir qanun imzalayıblar və buradan da mən deyirəm ki, yaşlı nənələrin, hansılar gözlərini küçədə qoyurlar, bəzilərinin xalalar, cavan qızlar, hansıların ki ayağını, baldırını, döşünü açıq qoyurlar və orada yazırlar ki, SMS jeton göndər, adımı yazdırım. Yəni bu özü bir döşün görünməyi də, yəni bu özü bir seksual karakterli bir şeylerdir və cəmiyyətdə bunlar problem olduğuna görə hər kəs ehtiyatlı olsun. Çünki ilk cəriməsi ilə 500 manatdandır və mən düşünürəm ki, birinci TikTok'tan başlanacaq bu. Ona görə də ayağınızı denk alın. Mən özüm də baxmayaraq ki, bayram günləridir. İlk rastıma çıxanları özüm paylaşıb ifşa edəcəyəm ki, 500 manatlıq cərimə olunsun, bəlkə algılanarlar. Ona görə də ayağınızı denk alın. Bugündən qanun qüvvəyə minib.